Salam, hər vaxtınız xeyir olsun. Dim qəbul suallarının izahına baxırıq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Lobiya toxumu, buğda toxumu. Taycıqlardakı uyvalarda yerləşir. Birinci lobiya toxumuna gedəcək. Göbəkçiyə malikdir. 2-də lobiya toxumuna gedəcək. Ehtiyat qida maddələri ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur. Bir ləpələrdən buğda toxumu. Bitkinin əsas gövdəsi rüşeym tumurcuğuna inkişaf edir hər ikisinə və meyvəyanlığı toxum qabığı ilə bitişikdir. Buğda toxumuna getmiş olacaq. Gördüyümüz kimi birinci 1-2, ikinci 3-5, dördüncü isə üçüncüyə gedəcək. Yəni cavabımız A variantıdır. Sxema əsasən doğrudur. Sxema əsasən X-in yerinə yazıla bilməz. Mitoz mayalama meyoz gedir. Deməli biz burada dişi olanları düzgün götürə bilərik. Erkək olanları isə səhv götürəcəyik. Söyüdün yaşıl çiçəyi dişi çiçəkdir. Qarğıdalın qıçaq çiçək qrupu dişi çiçəklərə aiddir. Söyüdün sarımtıl rəngdə olan çiçəyi erkək. Günəbaxanın yalançı dilci şəkilli çiçəyi isə adından bəlli olduğu kimi yalançı olduğuna görə orada nə erkəkcik, nə dişicik yoxdur. Zəncirotun dilci şəklində isə 5 dənə erkəkcik, 1 dənə dişicik var. Yəni ki, mayalama, mitoz, meyoz gedir. Doğru cavablarımız gedə bilməz deyir deyə 3, 4, yəni cavabımız C variantı olacaq. Sxema əsasən düzgün kəsişmələri müəyyən edin. Uzaq hibridləşmə zamanı alınan fərqlərdə üzə çıxa bilər. Heterosis effekti bu fikir doğrudur. Sağ xəttlər arası çaprazlaşdırmada üzə çıxa bilər. Bu fikir də doğrudur. Inbreeding nəticəsində in içəri breeding becərmə deməkdir. Bu valideynlər və valideyn və evladı, evladlar arasında aparılan, yəni bu heterosis effektinə aid deyildir. Yalnız bitkilərdə müşahidə olunur fikri yanlışdır. Biz bilirik ki, uzaq hibridləşdirmə heyvanlara da aiddir. Heterosis effekti heyvanlarda da meydana çıxırdı. Buradan düzgün kəsişmələri istədiyinə görə cavabımız 1-2 A variantı olacaq. Bu fikrimiz də doğrudur. Cavab A variantı. Dördüncü, aşağıdakı proseslərdən hansılar sağlam qadında hamilənin 3-cü ayının əvvəlindən başlayaraq baş verir? Əvvəlindən dediyinə görə biz bilirik ki, artıq əvvəlində cift meydana gəlmiş olacaq, rüşeym dövrü bitmiş və döl dövrü başlamış olacaq. Rüşeym uşaqlığın divarına yapışır. Fikri şagirdimizdə yazdığı kimi 7-ci gün baş vermiş olur. Xovların bir hissəsindən cift əmələ gəlir fikri doğrudur. Rüşeym dövrü başlayır fikri yanlışdır və rüşeymdə, yəni belə olmalı idi ki, rüşeym dövrü başa çatır olmalı idi. Rüşeymdə 2 kameralı ürək yaran bu bir aylığındaydı və döl mərhələsi başlayır fikri doğrudur. Cavabımız 2-5 B variantı. Bu fikir də doğru qeyd etmişdir şagirdimiz. 5. Doğru ifadələri müəyyən edin. Somatotrop hormonunun çatışmaması, bəli, timus vəzinin sürətini zəiflədir də, bu da immun reaksiyalarını zəiflədirdi. Adrenalin ürək vurğularının sayını artırırdı. Doğrudur. Histidin amin turşusunun çatışmamazlığı qanda hemoqlobinin miqdarını azaldırdı. Adrenalinin qanda qlükoza miqdarını artırırdı olmalıydı və A vitamini çatışmaması fagositlərin funksiyasını zəiflədirdi və zelikli qişanın da zədələnməsinə səbəb olurdu. Doğru ifadələr dediyinə görə 5 də doğrudur. 1, 2, 5, yəni cavabımız D variantıdır. Bu fikir də doğrudur. Pavlova görə görmə analizatoru adətən bu sualları tez-tez salırlar, yəni bu şəkildə. Çünki beyincik hissəsi və ənsə hissəsi bir-birindən qarışdırıla bilir. Hərçənd ki, burada beyinci hissəni göstərməyiblər, şagird burada çaşır və doğru cavabımız C variantıdır və ənsə payı. Hansı xəstəliklərin törədiciləri 8 növ nukleotidə malik ola bilər? Biz bilirik ki, viruslarda ya DNT-dir, ya RNT-dir. Ona görə də viruslar olan cavablarımızı ləğv edirik. Çünki viruslarda 4 növ nukleotid, 4 növ azot əsasına rast gəlmiş olur. Amma bakterial xəstəliklərdə törədicisi bakteriyadır deyə 5 növ azot əsası, 8 növ nukleotidə rast gəlmiş olur. Qrip viruslu deyə atıbdır şagirdimiz, giçisi açıb atıbdır, çiçək virus xəstəliyi deyə atıbdır, vərəm, vəba, difteriya. Törədicilər bakteriyalar olduğuna görə doğru götürübdür. 2, 3, 6 cavabımız D variantı olacaq. Bu da doğru qeyd olunmuşdur. Deməli, bu cavab da doğrudur. 8. Cədvələ əsasən yanlış ifadələri müəyyən edin. Miksodema qalxana bənzər vəzinin funksiyasının zəifləməsi nəticəsində baş verirdi. Akromegaliya hipofisin fəaliyyətinin yetkin fərdlərdə artması nəticəsində, şəkərli diabet isə mədə-altı vəzinin insulin hormonunun az ifraz olunması nəticəsində yaranırdı. Demək ki, X vəzi qalxana bənzər, Y hipofiz, Z isə mədə-altı vəzdir. X vəzisi qalxana bənzər vəzini ifraz etdiyi hormonlardan birinin çatışmamazlığı uşaqlıqlarda
insanlarda ağıl kəmliyinə səbəb ola bilər. Bu fikir doğrudur. Bizdən də yanlış fikirləri istəyir. Öt Z vəzisinin, Z vəzisimiz nə idi? Mədə-altı vəzidir. İfraz etdiyi, bəli, həzm fermentlərinin işini fəallaşdırır. Bu fikir də doğrudur. Üçüncü, Y vəzisi, yəni hipofiz haqqında söhbət gedir. Bioloji saat rolunu oynayan vəzi, yəni epifiz ilə eyni boşluqda yerləşmir fikri səhvdir, səhv. Çünki ikisi də kəllə boşluğunda yerləşmiş olur. X vəzisinin sintez etdiyi hormonlardan biri kalsitonindir. Baxırıq ki, qalxana bənzər vəzidir. Qalxana bənzər vəzinin hormonları nə idi? Trioksin, trikalsitonin və trionin idi. Yəni kalsitonin də onun hormonudur. Bu fikir doğrudur. Y vəzisi, baxırıq. Y vəzisi hipofizdir. İfraz etdiyi hormonlardan biri trioksindir. Y hipofiz olduğuna görə o somatotropin hormonu, intermedin, somatotropin, yadınızdadırsa ADH, antidiuretik hormonlar ifraz edir. Yəni trioksin hormonu qalxana bənzər vəziyə aiddir. Deməli bu fikir də səhvdir. Bizdən də səhvləri soruşduğuna görə Y variantı yazıbdı şagirdimiz. Deməli cavab vərəqəmizdə 8 dənə sualın 8-ini də doğru qeyd etmişdir. Sonra keçirik 9-cu suala. Sxema əsasən doğru kəsişmələri müəyyən edin. Öküz soliteri əsas və aralıq sahibi onurğalı heyvandır. Fikri doğrudur. Biz bilirik ki, əsas sahibi insan, aralıq sahibi isə mal qaraydı, inək idi. Geoelement yox, bioelement olmalı idi. Bura bio qeyd edirəm. 2 yanlışdır. Əsas və aralıq sahibləri ağciyərə malik olduğuna görə atmosfer havası ilə tənəffüs edir. Fikri doğrudur. Aralıq sahibində törətdiyi xəstəlik teniarinxoz əsas olmalı idi. Burada əsas və şagirdimiz də düzgün qeyd edib ki, aralıq olanda da finnoz olmalı idi. Yəni ki, 4-cü sualımız da səhvdir. 1, 3 bizdən də doğru kəsişmələri istədiyinə görə cavabımız Y. Bu fikri də doğru qeyd etmişdir. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Bu dim, yəni dim birinci hissədə bu sual var. Ölü hüceyrələrdən təşkil olunubdur. Birinci ksilema borularına gedir, yəni oduncaqda yerləşir. Ələyə bənzər borular isə floema qatında, yəni qabıq qatında yerləşmiş olur. Ölü hüceyrələrdən təşkil olunubdur, getdir ksilema borusuna. Canlı hüceyrələrdən təşkil olunubdur floema borusu. 1, 2. Ötürücü toxuma qrupuna aiddir hər ikisi. Əsasən qeyri-üzvü maddələri daşıyır, yəni su və mineral maddələri daşıyır oduncaqda yerləşən ksilema borusu. Gövdənin qabıq qatında rast gəlinir. Gövdənin qabıq qatında yerləşir floema qatı, qabığın bilavasitə altındakı floema qatında yerləşmiş olur ələyə bənzər borular. Yarpağın damarlarında rast gəlinir. Hər ikisi də biz bilirik ki, yarpağın damarı damar lifli dəstdir. Həm orada mexaniki lif yerləşir, həm floema borusu, həm də ki, ksilema borusuna rast gəlmiş olur. Baxaq ki, düzgünmü qeyd olunubdur ki, 5, ikincidə 1, 4, üçüncüdə isə 3, 6. Bu da cavab B-dir və düzgün qeyd olunmuşdur. Ağciyər alveollarında qazlar mübadiləsi zamanı aşağıdakılardan hansı baş vermir? Ağciyər alveollarında qazlar mübadiləsi zamanı təbii ki, venoz qan arterial qana çevrilir, yəni oksigenin miqdarı artmış olur. Bu fikir doğrudur. Ağciyər kapilyarlarındakı qanda karbon qazı miqdarının azalması, bəli, bu azalacaq, oksigen artacaq. Çünki ağciyər kapilyarlarındakı qanda oksigen miqdarının artması, bayaq dediyimiz kimi, ağciyər kapilyarlarındakı qanda karbon qazı miqdarının artması yox, azalması olmalı idi deyə düzgün cavabımız dedir. Bu fikri də doğru qeyd etmişdir. Şirin su hidrasının bədəni 2 qatdan ibarətdir. Ektoderma, endoderma, qastral vəziyyətdə qalmış olur. Y variantı düzgün qeyd etmişdir. Amoniak nitrit turşusuna qədər oksidləşdirən bakteriyalar nitrifikasiya bakteriyalardır. A-dır, doğrudur. Noxud bitkisinin çiçəklərində çiçək düsturundakı struktur elementləri biz bilirik ki, K5, L5, Y10, D1 şəklində mən açıqlama ilə yazmıram. Çünki K5 bitişik olmalı idi. L3 plus X bitişik olmalı idi. Kəkçiyin 9-u bitişik, biri sərbəst, dişici isə 1 olmalı idi. Əslində bu şəkildədir. Sadəcə burada ehtiyac yoxdur. Ümumi bizə strukturların sayının cəmi lazımdır ki, bərabərdir 21-dir. 200, deməli bir dənə çiçəkdə struktur sayı 21-dirsə, 210 dənə struktur X çiçəkdədir. Burada cəmisi 10-a bərabər olmuş olacaq. 10 dənə çiçəkdə, bir dənə çiçəyimizdə 8 dənə rüşeym kisəsi var deyə, 10 dənə çiçəkdə cəmi 80 dənə rüşeym kisəsi olacaq və biz bilirik ki, bir rüşeym
kisəsinin mayalanmasında, bir üşüyüm kisəsinin mayalanmasında 4 hüceyrə iştirak edir. Yumurta hüceyrə, mərkəzi hüceyrə, 2 dənə də spermi. 80 dənə üşüyüm kisəsinin mayalanmasında isə cəmi 320 dənə hüceyrə iştirak etmiş olacaq. Yəni cavabımız A-dır. Bu fikri də doğru qeyd etmişdir. İnsanın skeleti baş. Baxırıq, başda bəli, gicgah düz yazıbdır. Gövdə biz bilirik ki, ümumiyyətlə onurğanın fəqərələri qabırğa və döş sümüyə aid olduğuna görə bu fikir də doğrudur. Ətraflara da qamış, incik nə olsa, yəni düzgün götürmüşdür. Cavab D-dir, doğrudur. İndi baxaq bura. Vəba törədicisi bakteriyadır. Doğru qeyd etmişdir. Leishmaniozda bilirik ki, törədicisi bir hüceyrəli heyvandır. Bura 1 yazıram. Malyariya da bir hüceyrəli heyvandır. Ona görə hər ikisinə 1 yazdım. Keçiriciləri boğmayaqlar. Məsələn, vəbanı milçək törədir. Milçək törədir yox, üzr istəyirəm. Keçiricisi milçəkdir. Leishmaniozda burada yəni boğmayaqlılara aiddir. Malyariyada bilirik ki, hamısı da boğmayaqlılara aiddir. Ona görə də bu şəkildə qeyd edibdir. Malyariyada Anopheles cinsindən olan ağcaqanad törədirdi. Sonra leishmaniozu mığmığalar keçirirdi. Hər dəfə çaşıb törədir deyirəm, düzgün deyil bu. Vəba törədicilər, bakterial leishmanioz və malyariyanın törədicilər bir hüceyrəli heyvanlardır. Amma keçiriciləri ümumilikdə üçünün də boğmayaqlıdır. Vəbada milçəkdir, leishmaniozda mığadır. Yəni hamısı həşəratlara aiddir. Malyariyada Anopheles. Anopheles. Ağcaqanadı. Qanad. Aha, Anopheles cinsindən olan ağcaqanaddır. Ümumilikdə hamısı həşəratdır. Baxaq. Y, N, K eyni aləmə aid ola bilməz. Bu fikir səhvdir. Dedik ki, üçü də yəni ki, heyvanlardır və həşəratlara aiddir. Bu ola bilər olmalı idi. X və N, baxırıq, X bakteriyadır, N isə heyvanlara aiddir. Eyni aləmə aid ola bilər. Səhvdir. X, M, Z eyni aləmə aid ola bilər. Baxaq, X-imiz nədir? Bakteriyadır. M-imiz heyvanlar aləmidir. Z-imiz heyvanlar aləmidir. Bu fikir səhvdir. Z və K eyni aləmə aid ola bilməz. Baxırıq, Z-imiz heyvandır, K-mız da heyvandır. Bu fikir ola bilər olmalı idi. X bakteriyadır, Y-imiz isə heyvandır. Eyni aləmə aid ola bilməz fikri doğrudur. Deməli, cavabımız Y-dir, doğru qeyd etmişdir. Hüceyrə orqanoidlərin sayı artır. Bu, gedəcək interfazanın doğrudur. İnterfaza mərhələsinə getmiş olacaq, sonlarına yaxın. Bölmə vətərləri yaranmağa başlayırdı profazada, tam başa çatırdı metafazada. DNT ikiləşir. Bu, gedəcək interfazaya, xromosomların sayı 2 dəfə artır fikri anafazada, çünki qütbləri artıq xromosomlardan, yəni xromosomların tərkibindəki xromatidlər çəkildiyinə görə xromosomların sayı 2 dəfə artırdı. DNT sapları spirallaşır. Təbii ki, bu da profazada başlayacaq, metafazaya qədər davam etmiş olacaq. Yəni burada cavabımız 1AC, 2BY, 3D, cavabımız A'dır, doğrudur. Cədvələ əsasən sağlam qadında mayalamada blavasitə iştirak edən qametlərdəki. Deməli 18-ci sualımız da yəni DIM-də olan suallardan daha sadəsidir. Yəni DIM-də istəsəz cinsiyyət sisteminə baxsaz bu şəkildə sualları görəcəksiniz. Orada daha, yəni burada verilən sual daha sadə tiplidir. Ciftin sayı 1, 2, bu da 3-cü ciftimiz olsun. Somatik hüceyrəsinin bir nüvəsində 23 xromosom müxtəlifliyi olan dölün sayı deyirsə, deməli söhbət qızlardan gedir, çünki onlarda 22 plus XX olduğuna görə müxtəliflik 23-dür. Somatik hüceyrəsinin bir nüvəsində 24 xromosom müxtəlifliyi olan dölün sayı 22 plus, yəni ki, 22 dənə müxtəliflik atosomdan gəlir. X, Y-də cinsiyyət xromosomlarından müxtəliflik olaraq gəldiyinə görə 24 müxtəliflik kişilərdə olacaq. Deməli, 2 dənə də kişi cinsi qeyd edilmişdir və deməli, görürük ki, ciftin sayı uşaqların sayına bərabər. Deməli, burada bir qız, burada bir kişi cinsi, burada da bir kişi cinsidir. Təbii ki, X və Y qameti bu kişinin yaranmasında, X plus Y qameti bu kişinin yaranmasında, X plus X də bu qadının yaranmasında iştirak etmişdir. Deməli, ümumilikdə 4 dənə X, birinci də bizdən elə X-i soruşur, 4 yazıram bura və Y-imizin sayı da istəyir 2 və doğru cavabımız C-dir, doğrudur.
19-cu sual. Əgər bu 19-cu sualda dimin sualıdır, açıb baxa bilərsiniz, şibiyyələr mövzusundadır. Əgər şibiyyəni əmələ gətirən canlılardan biri ən qədim aləmin nümayəndəsi olarsa, bu şibiyyə hansı canlıların birgə yaşayışından əmələ gəlmişdir? Deməli, söhbət bakteriyalardan gedir. Çünki arxa yarasında yarandığına görə ən qədim aləm hesab edilir. Sianobakteriyadan söhbət gedir. Hüceyrələrinin quruluşu. Deməli, bakteriya pilus göbələkdən olan cavabı düzgün götürəcəyik. Hüceyrələrinin quruluşuna görə biri prokaryot, digəri isə eukaryot olan canlılardır. Doğrudur. Bakteriya prokaryot, eukaryot isə göbələkdir. Bir doğrudur. Xlorofili fotosintez edici membran üzərində yerləşən canlı isə əsasən sporla çoxalan canlının birləşməsinə əmələ gəlmişdir. Bəli, sianobakteriyada xlorofil pigmentinə rast gəlinir. Özü də ki, digər fotosintez edici bakteriyalardan fərqli olaraq fotosintetik lövhənin üzərində yerləşmiş olur. Digər fotosintez edici bakteriyalarda sərbəst halda sitoplazmada yerləşirdi. Yəni, qısacası bu sual doğrudur. Avtotrof yolla qidalanan çox hüceyrəli olmamalı idi, bir hüceyrəli olmalı idi. Plazmitlərə malik canlı düzdür. Kromatofor yosunlarda rast gəlinir. Göbələkdə rast gəlinmədiyinə görə 3-lə 4 səhvdir. Doğru cavabları istədiyinə görə G variantı doğrudur. 20. AB qaməti, bu da dimdə var. Rahat suallardan biridir. Yəni, sırf olaraq bu sualın özü də var. AB qaməti aşağıdakı genotiplərin hansının əmələ gətirdiyi bütün qametlərin 2də 1 hissəsini təşkil edir. C variantı doğrudur. Baxırıq, burada həm AB qaməti alınır, həm də kiçik B qaməti alınmış olur. 2 dənə qametdən biri böyük ya kiçik B alınmış olacaq. Plasentası vardır. Biz bilirik ki, plasentası var və döş tilinə malikdir. Kitabımızda qeyd edilib ki, biri köstəbəkdir, biri yarasadır. Həmən baxıram. Burada köstəbək yoxdur, yalnız yarasa var deyə 2-yə C-ni qeyd edirəm. Sonra baxıram, plasentası var, su heyvanıdır. Həm məməlilərə aid su heyvanını axtarıram. Delfinlə balinadır. Yazıram A ilə Y. A-nı da aparıram, Y-ni də aparıram. Su heyvanıdır, döş tilinə malikdir. Pingvin və ördək B və D. Baxaq görə şagirdimiz doğru yazıbdır. 2C, 3BD, deməli B variantı doğrudur. 21-ə qədər maşallah ki, səhvimiz yoxdur. 22 Ulotrixdə hansı hüceyrələrin birləşməsinə ziqot əmələ gəlir? Biz bilirik ki, 2 dənə qamçılı qametin birləşməsi nəticəsində yaranırdı. Ona görə cavabımız B variantıdır. Hidrogen rabitələrinin sayı. Hidrogen rabitəsi biz bilirik ki, adenin, timin, sitozin, guanin, bir də təkrar guaninin birləşməsindən və yaxud da ki, təkrar sitozinin, yəni sayının cəmi kimi götürülür. Əgər adeninin nukleotidlərinin sayı 2000 verilibsə, deməli ki, timin nukleotidlərimizin sayı da bərabərdir 2000-ə. Yəni, adeninlə timinin cəmi 4000-dir. 10.000-dən 4000-i çıxdıqda, baxın, 10.000-dən 4000-i çıxıb 6000 tapılıb. 6000-in içərisində sitozin, guanin, yəni 3 dənə təkrardır. Ona görə biz bunu, baxın, 6000-i 3-ə bölüb 2000 tapıbdır. Yəni ki, guaninin sayı 2000-dir, sitozinin də sayı 2000-dir. Əlavə 2000 gəldikdə isə hidrogen rabitələrin sayı tapılmışdır deyə 10.000 yazılmışdır. Ümumilikdə 8000-dir nukleotidlərimizin cəmi sayı. 2 qat hidrogen rabitələrinin sayı bilənlər bilir ki, ya adenin, ya timinin cəminə bərabərdir. Yəni, bu da 2000 edir. 3 qat hidrogen rabitələrinin sayı da ya guanin, ya da sitozinin. Yəni, onlar da 2000 olduğuna görə 2000-ə bərabərdir. X plus Y-in cəmi cavabımız 4000. Yenə də şagirdimiz maşallah olsun düzgün qeyd etmişdir. Euler-Venn diaqramında doğru göstərilən bəndləri müəyyən edin. Baxaq. Podaqa qanda sidik turşunun miqdarı artır. Birinci variantımız doğrudur. Çox heyf, şagird özü də şübhə altında olduğuna görə yəqin ki 24-də qeyd eləyibdir. 24-də 1 əslində doğru olmalı idi. Damarların içərisi yağa bənzər maddələrlə örtülür. 2 yanlışdır. 2 çünki aterosklerozda olmalı idi. Əl və ayaq oynaqlarında iltihaplaşma gedir. 3 doğrudur. Dayaq hərəkət aparatının xəstəliklidir. 4 ortada olmalı idi. Yox, 4 ortada olmamalı idi. Podaqa xəstəliyinə getməli idi. Xolesterinin miqdarının artması nəticəsində yarana bilər ateroskleroz. İlk təsvirini Sydenham vermişdir. Bu 6 da Sydenhamda podaqa xəstəliyi ilk təsvirini də elə o özü vermişdi. 6-da səhv qeyd olunmuşdur. Podaqa xəstəliyinə getməli idi. Deməli bizdən doğru olanları istəyirdi deyə 1, 3, 5 qeyd etməli idik. 24-də 1, 3, 5 olmalı idi. 25-ci suala baxırıq. Şəkildə sümüklü
sümüklü balıq göstərilmişdir. Qəsimə qapaqları olmurmu? Olur. Qarın ortasında venoz qan olur. Cüt üzgəclərinin sayı da 4-dür. Baxın, 2 dənə döş üzgəci var, 2 dənə qarın üzgəci var. Cəmi 4 dənədir. 4 dənə də tək üzgəci var. Sayı tək üzgəclərin sayına bərabərdir. Fikri 3 doğrudur. Onurğa sütunu 2 şöbədən ibarət idi: gövdə və quyruq. Ürək boşluğunda yalnız venoz qan olur. Fikri doğrudur. Gövdə fəqərələrinə qabırğalar birləşir. Fikri doğrudur. Yəni doğru cavablarımız 3, 5 və 6 olacaq. Doğrudur. Yalnız 24-cü sualımız hələ ki səhv çıxıbdır. Verilən canlılar üçün ortaq xüsusiyyətləri müəyyən edin. İfrazat sisteminin həzm sistemi ilə əlaqəli olması. Hamı bilir ki, yaşıl vəzisi var xərçəngin və ifrazat sistemi həzm sistemi ilə əlaqəli deyil. Deməli ki, bunu bəri başdan çıxırıq. Çünki həşəratlarda biz bilirik ki, Malpighi borularına görə əlaqəlidir. Mürəkkəb gözlərin olması, hər ikisində də mürəkkəb göz var. 2 doğrudur. Düzünə inkişafın olması xərçəngdə düzünədir, amma həşəratda düzünə deyildir. Ürəkdən arteriya damarının çıxması hər iki üçün də eynidir. Qanın oksigen daşıması həşəratlara aid deyildir və buğumlu ətrafların olması buğumayaqlar tipinin sinifləri olduğuna görə bu fikir ikisinə də aid olacaq. 2, 4, 6. Bu fikir də doğru qeyd etmişdir. Afərin. 27-ci paleozoy, mezozoy, kaynozoy bir neçə il idi ki, belə deyək, dövrlərdən görmürdüm sual. Çılpaq toxumlar meydana çıxır. Doğrudur, paleozoyda. Uçan onurğalılar yaranır. Bəli, B variantı mezozoya gedəcək. Toxumlu qıcılar yox olur, trias, yəni o da gedəcək mezozoya. Ciropiteklər meydana çıxırdı. D də kaynozoya gedəcək. Stekosefallar meydana çıxırdı. Bilirik ki, devon, o da paleozoya getmiş olacaq. 1A-Y, 2B-C, 3D bu fikir də doğrudur. Baxaq görək doğru mu qeyd edibdir. Nihal Rusiyada seleksiyanın ən uğurlu nümayəndələrindən biri hesab olunan Orlov dövrəm at cinsinin Aleksey Orlov tərəfindən alınmasının sadələşdirilmiş sxemi göstərmişdir. Sxemdəki canlıların hər birinin diploid xromosom dəsti 2-yə bərabərdir, 66-dır. Danimarka yük atı, biz bilirik ki, Danimarka yük atı dişi idi. Ərəb minik atı erkək idi. Danimarka yük atı ilə Ərəb minik atı erkəyi, hibridin də erkəyi götürmüşdür, doğrudur. Burada doğru qeyd edib, burada da doğru qeyd edib. Hibridin erkəyini Hollandiyanın dişisi ilə çarpazlaşdırılırdı, doğrudur. Orlov dövrəm at cinsinin alınmasında metodiki seçmənin hansı formasından istifadə olunmuşdur? Bəli, şuurlu seçmədən istifadə olunmuşdur. Bu canlıların filogenetik sıralarını ilk dəfə hansı alim? Kovalevski və təkamüldə onların neçənci barmaqları rudiment halında qalmışdır. Biz bilirik ki, 1-5-ci barmaqlar yoxa çıxmışdır, 2-4-cü barmaqlar isə rudiment halında qalmışdır. Sonra gedirik cavab vərəqində cədvəli tamamlayın. Cavab vərəqində mən şagirdlərimizdən soruşdum. Cavab vərəqində belə bir fikir soruşulurmuş. Deyir ki, B və D, yəni B və D heyvanların baxaq görək aid olduğu B və D-də xromosom müxtəlifliyini istəyirdi. B baxırıq ki, erkəkdir. Burada da qeyd olunubdur. D dişidir və bizə də 2n66 verdiyinə görə deməli erkəyi 64 plus X, bir dəqiqə düzgün şəkildə qeyd edək. Erkək olduqda 64 plus x, y şəklində yazırıq. Bunun müxtəlifliyi necə olacaq? 32 buradan, 2 də buradan. Deməli, 34 müxtəliflikdir. B-də 34 müxtəliflikdir. Dişidə necə olacaq? 64 plus x şəklində olacaq. 32 müxtəliflik buradan, 1 buradan. 33 də buradan. Deməli, D-miz də 33 müxtəlifliyə malik olmuş olacaq. Əsas burada bilməliyik ki, Ərəb minik atı erkəkdir, Hollandiya atı isə dişi olduğunu bilməliyik. Ona görə də 34 müxtəliflik B-də, 33 müxtəliflik D-dədir. 30-cu sualda da yəni izahı verəcəm, amma bacardığım qədər, çünki tam da sual gəlib mənə çatmadı, amma belə başa düşdüm ki, 30-cu sualda cavab vərəqindəki cədvəli tamamlayın və cavabınızı müvafiq hesablamalar aparmaqla əsaslandırın deyilir. Deyilənə görə sual belə imiş ki, bölünən hüceyrələrin neçə dənəsində X xromosomu var və A və
C hüceyrələrində soruşulurmuş. A hüceyrəsi gördüyümüz kimi dişidir. C isə erkəkdir. Və soruşulur ki, hər ikisinə də daxil olan hüceyrələrdə cəmi o 132 dənə xromosom varsa, biz bilirik ki, 2-ni hamısında 66 verilmişdi. Deməli, bir dənə hüceyrədə 66 dənə xromosom varsa, 132 dənə X bərabərdir 2 hüceyrədən söhbət gedir. Deyir ki, A-ya və C-yə daxil olan ilkin qametogenez mərhələsinə daxil olan ilkin hüceyrələrin sayı bir-birinə bərabərdir. Deməli, 2 hüceyrə bura daxil olubdur. 2 hüceyrə də bura daxil olubdur. Və belə soruşulur ki, neçə hüceyrənin daxilində X xromosomu var. Neçə dənə X xromosomu var. Belə düşünürəm ki, belə verilibdir sual. X, bunlardan da alınırdı. X, bu dişilərdə gedir. Erkəklərdə bölünmə nəticəsində isə X, Y alınır. X, Y, sonra da bunun bölünməsi nəticəsində X və Y şəklində alınır. İndi biz bilirik ki, başlanğıcda xromosom sayı 2N olur. Yəni 2 dənə X cinsiyyət xromosomu diploid olur. Sonra burada isə alınanlarda xromosom sayı N olur. Yəni ki, bir dənə cinsiyyət X xromosomuna malik olmuş olur. Və ümumilikdə baxıram ki, burada da N dənə X xromosomuna malik olduğuna görə, əgər başlanğıc hüceyrə sayı 1 olar isə, dişidə, baxın, bir dənə başlanğıc hüceyrə olanda cəmisi 2, 3, 4 dənə X xromosomuna malik olmuş olur bölünən hüceyrələrdə. Amma 4 dənə X xromosomuna malik olmuş olur cəmisi. Bəs başlanğıc hüceyrə sayı 2 olanda nə qədər olur? Bərabər 8X. Deməli, A-ya 8X tapdım. 8 dənə X var. C-yə baxıram. C-də isə yenə də burada cinsiyyət xromosomu diploiddir. Baxıram ki, bir dənə hüceyrədə bir dənə X var. Və burada da bir dənə X var. Yəni, cəmsi bir dənə hüceyrə daxil olanda cəmsi 2 dənə X olduğuna görə burada da 4X şəklində olacaq.